Bəla burada da. Anladım Rəşid müəllim. Rəşid müəllim, mənim 3 evladım var. Allah saxlasın. Çox sağ olun. Mən siz bir dünya müharibəsi, 2 Qarabağ müharibəsi görmüş biri kimi Bəli. bu suala sizə vermək istəyirəm. Bəli. Mən bəzən çox düşünürəm ki, şiddətin, zorakılığın bu qədər lənətləndiyi bir dövrdə ki, biz insanıq və sülh və sevgi tərəfdarıyıq. Bəli. Mən düşünürəm ki, ermənilərə nifrət, bu düşmənçilik nəsildən nəsilə qalmalıdırmı? Yəni bu mənim uşağımda da davam eləməlidirmi? Bunu bəzən bu sualı özümə verirəm, özümü qoyuram şəhid anasının yerinə və yaxud da yoldaşı şəhid olanda bətnində körpəsi olan qadının yerinə qoyuram. Fikirləşirəm ki, ermənilər bir ömür bizim düşmənimizdir. Amma heç kimini itirməmiş bir ana olaraq düşünürəm ki, ermənilər bizim düşmənimiz olaraq biz davam eləməliyik. Nəsildən nəslə sizcə qalmalıdır bu düşmənçilik? Onu ermənilərə deyirəm. Biz öz aramızda bunu həll Mən öz aramızda edək. deyirəm. Xanım, bizim heç bir düşmənimiz yoxdur. Olmamalıdır. Mən heç kəsin torpağını almamışam. Erməni gəlib biz torpaq vermişik, gəlib bizə qarşı çıxır. Bu xərçəng xəstəliyi kimi bir şeydir, xanım. Burada tutalım 10 dənə hüceyrə var, yanında bir hüceyrə belə gəlib. Bu rakdır, xərçəng hüceyrəsi. Bunların qidası ilə qidalanır. Fikir ver. Azərbaycan torpağında hər şeydən yeyir, yaşayır. Özünə kənar yerdən kanal açır. Suyu yoxdur. Bunların suyundan yəni. Böyük bir kanaldan özünə su çəkir. Çəkən kimi bölünür iki yer eksidir. Bunların üstünü alır. Səni öldürəcəm. Metastaz. Mənim sizə, yəni bunların bir tendensiyası var. 1894-cü ildə onların bir partiyası olub, Daşnak Üstün partiyası. Onların partiyasında yazılıb ki, bizi qırdılar, bizi genosit elədilər falan. Onların hamısı yalan üzərində qurulmuş şeylərdir. Hamısı yalan. Onlar həqiqətən deyirəm. Yalan üzərində qurulub, onların torpağı zad olmuyor. Onların o Şahnazarov var, Şahnazaryan. Onun atası Qarbaçova SSR-ni dağıtdırdı. İndi bu qardaşı, bu oğludur. Özdə Bakılıdır. Bakıda doğulub, orada gedib danışır. Elə danışır ki, başdır. Özdə məqsəd nədir? Rusiya ilə Türkiyəni müharibəyə qarışdırsın. Onlara görə, ən drevnidir, xalq bizim xalqdır, bizim dövlətimiz odur. Sən söylə görüm, ay Şahnazarov, sən mənə de, sənin paytaxtın hara olub? İrəvandan başqa sənin paytaxtın olmayıb. Mənim paytaxtım Təbriz olub, mənim paytaxtım Gəncə olub, mənim paytaxtım Bakı olub, mənim paytaxtım Şamaxı olub, mənim paytaxtım Qəbələ olub. Daha araları deyim. Bərdə olub. Birinci əsrdə mənim paytaxtım var idi. Rusun hələ 1147-ci ildə Moskvanın himi qoyulub. Sənin dövlətin də olub. Gedin oxuyun. Veliki Knyaz Baradin yazır. Veliki Knyaz nədir onun adı? Rozun nədir? O Kremli tikən mənim Azərbaycanlımdır. Şamaxılı. Şamaxılı. Əliş bəy, Sultanoğlu Kərəmli. Kreml sözü heç nə deyil. Kərəmli, Kremli. Ged oxu günə Baradin yazır. 1901. Sonra da öldürüblər. Öldürüblər, bəli. Bu həqiqət. Onu ilk dəfə mən demişəm onun televizordan. Mən oxumuşam. Onlar. Xanım, nə olar ki, bunu bir orta məktəb kitabına salsınlar ki, bizim flankəsimiz gedib orada Kremli tikib. Hayır, oqqalanma. Sənin yaşadığın Kreml bizimkilər tikib. Onun çox əsərləri var. Bağdadda 5 tağlı körpüsü var onun. Elə belə adam olmuyor. Baxçasaray Pantanı var. Amma bizim heç bir dərsliyimizdə onun adı yoxdur. Bir yerdə yoxdur. Bizi hardan tanıyırlar zadları, adını da görüm, Pakistanlılar. Yalnız Zeynalabdin Tağıyev. Zeynalabdin Tağıyev. Bunlar bilirsən əymi, vəba xəstəliyindən qırılırmışlar hamısı. Şəhərlər belə tamamilə yox olublar, qırılıblar, şəhərlər boş qalıb. Axı deyib ki, buna deyiblər ki, müsəlmandırlar onlar, qırılır səni müsəlman. Buradan vaksin alıb hamısını göndərib, pulunu da almayıb. Onlar orta məktəb kitabına yazıblar ki, Azərbaycandan filankəs
Bizə yardım edir. Bizə yardım elədi, bizi yaşatdı. Onların hamısı tanıyır onu. Bizim el adam vətəndaş Zeynəbdin Tağıyev kimdir tanımır. Git kənddə bir arvaddan sorur, tanımayacaq. Belə olmaz. Yəni nə olar bizim də yazsınlar ki, bax, Məli Məhəmmədin nağılını yazana tan kitaba. Yazın Kiremli kim ki? Bu həqiqətdir, dəqiqdir. 1367-ci ildə yanvar ayının 10-undan gediblər bunlar düz Moskva. Dimitri Ivanoviç onun yanına gediblər. Ondan sonra oranı tikib, Moskvanı tikib, orada kərpiç zavod tikib, bilirsən, bəlalar olur. Bəs mən necə aşılayım uşaqlarıma? Erməni bizim düşmənimizdir. Yox xanım, elə aşılamayın, insandır. Düşmən demək olmaz. Erməni əvvəl-axır, bax, indi bunlar... Qonşumuzdur. Yox, qulaq as. Onlar nə köçəsidir, nə sən. Düzdürmü? Bəli. Əslində Yerevan da bizimdir, Yerevan da. Dəqiq deyirəm. İnsanlar gəlib yaşayırlar, yaşasınlar. Amma onlara da ikinci sort adam kimi baxmaq olmaz. Onlar da insandır. Amma onların o baş bilənlər, Daşnak Sütun Partiyasının başçıları tutulub və o xalqın düşməni elan olmadı. Onlar konstitusiyada yazıblar ki, zaten Türkler bizim düşmanımızdır. Valaca vaxtdan uşaq öyrədilər, Türkiye'de naşı vragi. Onlar öyrədilər. Demək onlar da dəyişməli. Yox xanım, bunlar dəyişməz. Onlar konstitusiyanı dəyişirlər, o ləğv eləcəklər. Nə bilim, genosid olmuyor, belə şey yoxdur. Bu indiki onların nədir baş nazirləri? Konstitusiyanı dəyişirlər pusat onlar. Dəyişməsə o yolla gedə bilməzlər. Sən Türk'ün qabağında nə edə bilərsən? Mənim qabağımda nə edə bilərsən? Erməni, hə, sən kimsən? Amma eləmişdilər. Eləmişdilər. Bəli, bizim özümüzünkülər əlindən. Sapı bizim olanlarla birlikdə. Sapı bizim baltalar. Bəli. Yəni, mən evladıma başa salmalıyam ki... Bəli, hər şey. Qızına ayrıca başa salmasan, qızın budur, həyat budur. Bax, hələ onun həddi buluq dövrünə çatan, qarmanan sistem yarandı. Ayrıca danışmalısan. Oğlunla ayrıca danışmalısan. Oğluna sən kişisən, sən yek kişisən, onu kişiliyə zövq eləməlisən. Mən oğlum 5-ci sinifdə oxulanda burada pulunu verdim, avtobusa minib rayona gedirdi. Yolda maşın xarab olub, fikir verir. Pul yığıblar təkərlə almağa nəyəsə. Bir qoca arvad varmış, pulu yox imiş. Onun əvəzində 5 manat verib. Uşaqdır bu da. 10 yaşlı uşaqdır. İndi mağazaya göndərəmirik. Yox, özü gedirdi. İnanırsan. Onu verdi. Sən kimin olsan o diyorlar, mən tanıyıram, şoförə tanıyırlar. Gedəndə özlərinə oturdular bunu. Özlərindən yedirdikləri, içirdiklər, gedib aparırlar şoförlər. Yəni, kişi kimi böyüdün, yaltaq kimi yox, qürurlu bir insan, belə zat kimi də yox, egol adam kimi də